Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Amerika haqqında hər biriniz məlumatlıdır. Amerika haqqında çox danışmaq olar. Amerika bildiyiniz kimi ətrafı su ilə əhatə olub. Amerika Ekvador həddinə baxanda, götürəndə, nəzər salanda Amerika bütün ölkələrə, super güclərə və xırda ölkələrə qorxu, baskı, Amerikanın niyyəti resurslardır, bizə yollardır. Dünya insanları Amerika için quru ot bitkisidir, daş parçasıdır, bir quru odun parçasıdır. Onunla bağlı Amerika xırda-xırda ölkələri əzmək niyyətindədir. Amerika bildiyiniz kimi İraq siyasətində çox dərinə getməyəcəm, sadəcə xırda öz fikrimi bildirəcəm. Səddamdan da öncələrini liderlərə qarşı böyük siyasi prosesini apardı. Səddamın başına min oyun gətirdi. İraqın bütün milyardlarla, trilyonlarla brilyantın qızılını, sərvətini taladı, insanların pis günə saldı. Suriyada bilirsiniz Bəşər Əsədin böyük bir siyasi oyun qurdu. Orada Suriyanın neftinə və Qətər yoluna əsasında böyük bir Suriyanın dağılmasına, tarixi dünyanın ən qədim şəhərlərindən biri olan Suriyanı məhv etdi demək olar ki. Liviyanı məhv etdi, Yəməni məhv etdi. Yəməndə hələ onların prosesi qalıb. Yəmənə yenidən Amerika hücum edəcək, Misirə hücum edəcək yenidən. Yəni Misiri, Yəməni dağıtmasa Amerika əl çəkəsi deyil. Amerikanın Səudiyyə Ərəbistan isə böyük planı var idi. Səudiyyə Ərəbistan gəlir mənbəyinin %90'ı belə desək Amerikaya yönəldir, İsrailə yönəldir. Ona görə Səudiyyə Ərəbistan hədəfdən yəni 90% kənardadır. Amerika Birləşmiş Ştatlarının məqsədi indi indi Cənubi Azərbaycandır. Azərbaycandan sonra öz planlarını Taylandla Çinin bir-birinə gətirməsidir. Amerika dünyanın ən qorxulu silahlarını istehsal edir. Amerika dünyada ən böyük qorxulu lazer silahlarını və 10.000 kilometrlərlə, məsələn 35 saatda əgər onların qırıcıları havada qalırsa, əsasən də İrana gələn qırıcılar 18 saat havadaydı. 35 saatı onlar 40 saat edəcək. Misal üçün 50 saat və yaxud da günlərlə havada durma, yəni qırıcıların düzəldirlər. Radara düşməmək və dünyanın ən qorxulu sputniklərin, əsasən Amerikanın çirkin siyasəti bir gün Rusiyanı parçalamaqdır. Məsələn, Venezuelanın bildiyiniz kimi prezidenti şoför olub, savadsız olub, o öz yerində. Amma Venezuelanın demək olar ki, ətrafı və ölkələrdən də əlavə, xırda ölkələrdən də əlavə, böyük ölkələrdən də əlavə Venezuela ərazisi və orada yaşayan ölkələrin